Salam, coğrafiya 8-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 5 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sualda deyilir, sxemdə hansı küləklər təsvir edilmişdir? Deməli, bizə sxemdə daimi küləklər verilib. Bizə bir rəqəminə uyğun gələn küləklər passat küləkləridir, tropikdən ekvatorial doğru əsən. 2 qərb küləkləridir. 3 isə cənub-şərq və şimal-şərq küləkləri, yəni bu şəkildə şərq küləkləri deyib və yaxud da qütb küləkləri də deyilir, yəni şimal-şərq və cənub-şərq küləkləri. İkinci sual. Siklon və antisiklona uyğun əlamətləri seçib qruplaşdırın. Deməli, havanın inən hərəkəti, rütubətin az olması, bu antisiklonun xüsusiyyətidir. Mərkəzdə yüksək, kənarda alçaq təzyiqin olması. Mərkəzdə yüksək, kənarda alçaq təzyiqin olması bu antisiklonun göstəricisidir. Bu da. Küləyin sürətinin mərkəzə doğru artması bu siklonun göstəricisidir. Mərkəzdə atmosfer təzyiqinin normal atmosfer təzyiqdən az olması. Bu da siklonun əlamətidir. Şimal yarımkürəsi saat əqrəbinin hərəkəti istiqamətində olması bu antisiklonundur. Tropiklərdə tayfun küləklərini əmələ gətirməsi. Bu isə fəlakətli küləklər əmələ gətirən siklondur. Antisiklon isə nisbətən sakit hava şəraiti yaradır. Yəni burada düzgün cavab 1, 2, 5, 2-yə 1, 2, 5, 1-ə isə 3, 4, 6. Yəni düzgün cavab A bəndi olur burada. Üçüncü sual. Azərbaycanın kontur xəritəsinə əsasən ərazilərə uyğun gələn iqlim diaqramlarını qeyd edin deyir bizə. Deməli, bizə 3 dənə iqlim diaqramı verilir. Birinci iqlim diaqramında görürük ki, biz yağıntıların miqdarı azdır, qış isə soyuq keçmir. Yəni bu qışı mülayim keçən yarımsərhəd və quru çöl iqlimidir. Bu əsasən yayılıb Azərbaycanda, Bakı şəhərində, Abşeron yarımadasında, həmçinin Kür-Araz ovalığında ərazilərdə yayılıb. Yəni bu əraziləri qeyd etmək olar. Əsasən Bakı şəhərini qeyd etdik biz. Sonra ikinci diaqramda görürük ki, biz hava mülayim hava kütlələridir və burada yayı quraq keçən mülayim isti iqlimdir. Yayı quraq keçən mülayim isti iqlimi isə Lənkəran zonası üçün seçəvidir. Yəni 2 rəqəmi buraya uyğun gəlir. Üçüncü diaqram isə qışı quraq keçən mülayim isti iqlimdir. Qışı quraq keçən mülayim isti iqlim isə Zaqatala, Qanıxayır və yaxud da Şəki-Zaqatala bölgəsi üçün seçəvidir. Yəni buraya qeyd etmək olar 3. Deməli, bu oldu 3-cü sualımız. Sonra 4-cü sual. Verilmiş iqlim diaqramlarının oxşar və fərqli cəhətlərini müqayisə edin deyir bizə. Deməli, bizə 2 iqlim diaqramı verilib. İqlim diaqramına diqqətlə baxsaq görürük ki, hər ikisi subekvatorial iqlim qurşağına aiddir. Deməli, bu oxşar əlamət kimi qeyd edə bilərik ki, biz hər ikisi subekvatorial iqlim qurşağının diaqramlarıdır. Amma biri cənub subekvatorialdır, biri şimal subekvatorial. Bu cür fərqli xüsusiyyət kimi qeyd etmək olar biz. Sonra digər fərqli xüsusiyyət qeyd edə bilərik biz. Birinci diaqramda yağıntılar noyabr, dekabr, yanvar aylarında, ikinci diaqramda isə may, iyun, iyul, avqust aylarında yağır. Bu fərqli xüsusiyyət kimi qeyd edə bilərik biz. Həmçinin bu iqlimdə oxşar xüsusiyyət kimi qeyd edə bilərik ki, biz hər ikisində temperatur yüksəkdir, hər ikisində yüksək temperatur şərait müşahidə edilir. Hər ikisinin yağıntının miqdarı 1000 mm-dən yüksəkdir. Hər ikisində 2 fəsil müşahidə edilir. Bunlar oxşar xüsusiyyətlər. Sonra birinci məntəqədə temperaturun ən aşağı olduğu ay iyun ayıdır. İkinci diaqramda isə ən aşağı olduğu ay dekabr ayıdır və yaxud həmçinin yüksək olduğu aylar da fərqlidir. 5-ci sual. Verilmiş sxemi tamamlayın. Deməli, yağıntılar 2 cür olur. Havadan yaranan yağıntılar və buluddan gələn yağıntılar. Havadan yaranan yağıntılara biz Ş, sonra Grov, və sırsırana aid edə bilərik. Şeh, Grov və sırsıra bunlar havadan yaranan yağıntılar hesab olunurlar. Sonra buluddan yaranan yağıntılar isə yağış, dolu və qar. Yağış, dolu və qar isə buluddan düşən yağıntılardır. Sonra 6-cı sual. Cənub passatları ilə cənub-şərq küləklərinin oxşar cəhətlərini müəyyən edin. Cənub-şərqdən şimal-qərbə doğru əsirdir hər ikisi. Bəli, bu doğru fikirdir. Bizə birinci sualda qrafik diaqram verilmişdir. Orada da görürük ki, biz həm
cənub passatları, həm də cənub-şərq küləkləri cənub-şərqdən şimal-qərbə doğru əsirlər. Yəni, birinci fikir doğru fikirdir. Biz biri doğru fikir kimi qəbul edə bilərik. Sonra ikinci də mövsümi küləklərdir. Xeyr, onlar mövsümi küləklər deyil, daimi küləklərdir. Yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsirlər. Bəli, bütün küləklər yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. Yəni, doğru fikirdir. Daimi küləklərdir. Bəli, daimi küləklərdir. Həm passatlar, həm də şərq küləkləri daimi küləklərdir. Hər ikisi okeandan quruya əsdikdə bol rütubət gətirir. Bu tam olaraq düzgün qəbul edə bilməyik. Biz həmişə bol yağıntı gətirə bilmir. Bu da səhv fikirdir. Yəni, düzgün cavab 1, 3, 4 oldu. Son 7-ci sual. 7-ci sual deyilir bizə verilmiş iqlim əmələ gətirən amilləri uyğun cədvəldə də doldurun. Deməli, iqlim əmələ gətirən amillər iki cür olurdu. Əsas amillər və ikinci dərəcəli amillər. Birinci, hava kütlələrinin hərəkəti. Hava kütlələrinin hərəkəti əsas amillərdən biridir. Yəni, bir əsas amildir. Sonra, səth örtüyünün xarakteri. Səth örtüyünün xarakteri də həmçinin əsas amillərdəndir. Relyef formaları. Relyef formaları isə ikinci dərəcəlidir. Sonra, quru və suyun paylanması. O da ikinci dərəcəli amildir. Okean cərəyanları da həmçinin ikinci dərəcəli amildir. Coğrafi enlik isə birinci dərəcəli amildir. Yəni 1, 2, 6, 3, 4, 5 formasında olmalıdır 7-ci sualın cavabı. 8-ci sual. İsti cəbhə və soyuq cəbhəyə aid olan əlamətləri müəyyən edin. Deməli, birinci isti cəbhə və soyuq cəbhə verilir bizə. Temperatur artır. Deməli, temperatur artırırsa bu isti cəbhəyə aid olmalıdır. Deməli, 1 aiddir isti cəbhəyə. Sonra, atmosfer təzyiqi artır. Atmosfer təzyiqi artırsa bu soyuq cəbhə olmalıdır. Burada qeyd edək. Deməli, 1 aiddir isti cəbhəyə, 2 aiddir soyuq cəbhəyə. Sonra, hava soyuyur. Hava soyuyursa yenə də bu aiddir. Yenə də bu soyuq atmosfer cəbhəsinə aiddir. Hava soyuyur. Bu da 3. Sonra, topa buludlar. Topa buludlar deyilir bizə. Topa buludlar həmçinin də aiddir yenə soyuq cəbhəyə aid. Topa buludlar soyuq cəbhədə əsasında formalaşır. Sonra 5. Soyuq hava geri çəkilir. Bəli, isti cəbhə gəlir və soyuq hava geri çəkilir. Bu aiddir isti cəbhəyə. Atmosfer təzyiqi azalır. Bəli, temperatur artır, atmosfer təzyiqi azalır. Bu da isti cəbhəyə aiddir. Yəni, düzgün cavab 1, 5, 6, 2, 3, 4 formasında olmalıdır. Yəni, düzgün cavab C-dəndir. Sonra 9-cu sual. Hava il boyu aşağıda verilmiş xüsusiyyətlərin hansı hava kütlələrinə uyğun olduğunu müəyyən edib qarşısına yazın deyir bizə. Hava il boyu isti, rütubətli və bol yağıntılı olur. Bu ekvatorial hava kütlələridir. Ekvatorial. Sonra havanın temperaturu yüksək, quru və az yağıntılı olur. Bu tropik hava kütlələridir. Fəsillər aydın müşahidə edilir. Qış fəsli soyuq, yay fəsli isə sərin keçir. Bu mülayim hava kütlələridir. Sonra temperatur aşağı, rütubət az, hava aydın şəffaf və bulutsuz olması seçilir. Bu isə arktik hava kütlələrinə aiddir. Arktik hava kütlələri, ekvatorial, tropik, mülayim və arktik hava kütlələri oldu. 10-cu sual. Yağıntıların orta illik miqdarının 2000 mm-dən çox olduğu ərazidə kontur xəritədə qeyd edilir bizə. Deməli, yağıntıların 2000 mm çox olduğu ərazidə əsasən ekvatorial enliklərdir. Biz bura qeyd edə bilərik. Qeyd edilir bizə. Deməli, onları biz rəqəmlərlə qeyd edək. Məsələn, 1 qeyd edə bilərik biz Amazon ovalığı, Cənubi Amerikanın ekvatorial iqlim qurşağı. Sonra 2 mərkəzi Afrikanı qeyd edə bilərik. Sonra 3 Zond adaları, yəni Zond arxipelagını qeyd edə bilərik. Həmçinin biz burada Havay adalarını qeyd edə bilərik. Və sair əraziləri biz qeyd edə bilərik ki, 2000 mm-dən yağıntının miqdarı çox olduğu ərazilər.